Salam əziz izləyicilərimizdəsiniz. Qısa təmizlik vloquma xoş gəldiniz. Deməli, bu nənəmin servantıdır. Qəşəng-qəşəng tozunu silirəm. Bu cızıqlar isə bura qablar qoyuruq, onlar cızıb. Burada bir dəfə spirt kimi nəsə tökülmüşdü deyə içərisinin rəngi qaçıb yumru kimi. Sonra oradakı qabları silib bir-bir düzürəm səliqəli şəkildə. Qonaq otağıdır. Videoda görürsünüz ki, elə biləsiniz, amma videonun sonunda təbii ki, yaxşı təmizləyirəm. Çünki bir əlimdə telefon, bir əlimdə dəsmal siləndə narahat olur, silmək olmur. Ona görə qısa-qısa çəkmişəm. Uzun vlog olmayacaq, amma qısa bir təmizlik vlog olacaq. Bizdən soruşarsınız ki, evlər niyə toz soranlamadın? Evlər nənəm toz soranlamışdı deyə çəkmədim. Mən isə yerlər sildim. Həm yataq otaqlarının, həm qonaq otağının, həm hamamın, həm ayaq yolu, həm də mətbəxin qapılarını təmiz-təmiz sildim. Və hər dəfəsində dəsmalı yuyanda çəkmərəm üçün arada bir kadr qoydum 2 dənə dəsmal yumaqla bağlı. Amma təbii ki, şüşəni siləndən sonra dəsmalı yuyuram, təzəm taxtaya keçirəm. Həmçinin başqa bir yerlər siləndə də, yəni yuyuram, tez-tez yuyuram dəsmalı.
Ümid edirəm ki, vloqumu bəyəndiniz. Əgər bəyəndinizsə, yorumlarda qeyd edərsiniz, zəhmət olmasa. Vloqumu axıra kimi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Düzdür, biraz qısa oldu, amma məncə maraqlı vloqdur. Qısa bir təmizlikdir. Ona görə də vloqumuz qısa oldu maalesef. İnşallah gələn vloqlar uzun olar. Kanalımda short videolar da var, yəni qısa videolar. Onu izləsəniz, bəyənsəniz, komment yazsanız çox sevinərəm. İnşallah ki, maraqlı olsun üçün. Rəylərdə mütləq fikirlərinizi bölüşün. Sağ olun, gələn vloqlarda görüşənədək.